Salam. Mix səviyyəli belə bir sualın izahına baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Avrasiya materiki qərb hissəsini əhatə edən Avropanın böyük bir hissəsi mülayim iqlim qurşağında yerləşir. Fikri doğrudur. Çünki böyük bir hissəsi mülayim iqlim qurşağında yerləşir. Şimalda subarktik, Skandinaviyanın şimal hissəsində, cənub hissəsində isə, Cənubi Avropa hissəsində isə subtropikin Aralıq dənizi iqlim tipinə rast gəlirik. Materikin qərbində iqlimin formalaşmasında Passat küləklərinin təsiri böyükdür. Bu fikir yanlışdır. Çünki Passat küləkləri əsasən tropik işıqlanma qurşağında, tropikin yüksək təzyiq sahələrindən ekvatorun alçaq təzyiq sahələrinə doğru əsən küləklərdir. Materikin qərb hissəsi isə şimalda yerləşir. Yəni tropik xəttdən şimalda yerləşdiyinə görə Passat küləkləri təsir göstərmir. İldə istiqamətini 2 dəfə dəyişən küləklər musson küləkləridir. Avropada müşahidə edilmir. Fikri doğrudur. Çünki əsasən musson küləkləri Cənubi Asiya, Cənub-Şərqi və Şərqi Asiyada müşahidə olunur. Cənubi və Mərkəzi Asiyanın iqliminin formalaşmasında relyefin rolu böyükdür. Bu fikir də doğrudur. Çünki Himalay dağları təsir göstərir iqlimin formalaşmasına. Mərkəzi Asiyada iqlimin formalaşmasına kəskin kontinental olmasının səbəbi qərb küləkləridir. Qərb küləkləri təsir göstərmir, çünki Mərkəzi Asiyada geniş quru ərazinin olması, həmçinin relyefin təsiri, cənubdan Himalay dağları rütubətin qarşısını kəsir, qərbdən isə Ural dağları, deməli Atlantik okeanından gələn rütubətli havanın qarşısını kəsir. Deməli, C səhvdir. D, C və A deməli doğru cavabdır. Şimali Amerika. Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən ən mühüm amil onun coğrafi mövqeyidir. Bəli, bu fikir doğrudur. Çünki Sakit okeanda meridian istiqamətində uzanan Kordilyer dağları Sakit okeandan daxil olan rütubətli havanın qarşısını kəsir və şimaldan Arktik, cənubdan isə tropik hava kütlələri materikin içərisinə doğru hərəkət edir və tornado yaradır. Həmçinin deyə bilərik ki, materikin şimal hissəsində, Hudson cənub hissəsində Meksika körfəzi materikin daxilinə doğru deməli yerləşmişdir. Bu da Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən əsas amillərdəndir. Şimali Amerikada əsasən materikin meridian istiqamətində uzanması Arktik hava kütlələri ilə tropik hava kütlələrinin toqquşmasına səbəb olur. Bu fikir də doğrudur. A və B doğru fikirdir. İsti Gulf Stream cərəyanının təsiri ilə Labrador yarımadasında mülayim musson iqlimi formalaşır. Bu fikir səhvdir. Çünki isti Gulf Stream deməli Atlantik okeanda Gulf Stream isti okean cərəyanı cənub hissəsinə, cənub-şərq hissəsində təsir göstərir. Şimal-şərq hissəsində isə Labrador cərəyanı təsir göstərir materikin iqliminə. Soyuq Labrador cərəyanı təsir göstərir. Həmçinin Sakit okean hissəsində də soyuq Kaliforniya və şimal-qərb hissəsində isə Alyaska və şimali Sakit okean cərəyanları Şimali Amerikanın iqliminə təsir göstərir. Bu fikir deməli səhv fikirdir. Şimal yarımkürəsində əsasən bütün daimi küləklər təsirinə məruz qalır. Deyirik ki, deməli daimi küləklər hansılardır? Daimi küləklər Passatlardır, qərb küləkləridir və şimal-şərq, cənub-şərq, yəni qütb küləkləridir. Bu fikir də doğrudur və keçirik Y. Tropik iqlim qurşağında yağıntının illik miqdarı mülayim qurşaqdan azdır. Bu fikir yanlışdır, çünki tropikin rütubətli tipi cənub hissəsində, Şimali Amerikanın cənub hissəsində rast gəlinir. Bu fikir də yanlış olur. Deməli, cavabımız A, C, D Avrasiya aiddir birinciyə və ikinciyə isə A, B və D fikri doğrudur. Bu qədər.